Salam dostlar. Keçən dəfə danışdığımız bir mövzuya qayıtmaq istəyirəm. Çünki əslində qalsa demək olar ki, ruhi mövzularda, dini mövzularda, insan həyatının mənası barədə bu cür sualların cavablarını müzakirə etdikdə və bu mövzularda insan düşünəndə və bu mövzularda araşdırmalar apardıqda keçən dəfə danışdığımız mövzu çox aktualdır. Bu maddi dünyada insanların bu qədər enerji, güc, var dövlət, səy göstərib qazandığı, əldə etdikləri uğur, əldə etdikləri müvəffəqiyyət, nailiyyət, var dövlət, nə əldə etsə belə insan bu dünyada, bütün bu şeylərin ömrünün çox qısa olması hər bir dərrakəli insanı düşündürməlidir. Elə özümdən demək olmasın, mən uşaq vaxtından bu barədə təbii olaraq düşünürdüm. Təxminən birinci dəfə bu barədə, bu mövzular barədə düşünməyə başlayanda, hansı 5-ci, 6-cı sinifdə oxuyurdum. Sonra 12, 13, 14, 15 yaşlarımda bu get-gedə bu fikirlər, bu mövzu daha da ciddiləşdi mənim şəxsi həyatımda. Hər dəfə fikirləşəndə ki, bu həyat çox qısadır və burada nə əldə etsəm belə tezliklə çıxacaq əlimdən. İnsanlar belə bir illüziya var dünyada ki, biz düşünürük ki, bu həyat böyüdür, hələ həyat qabaqdadır. Amma valla mənim 20 yaşım, 25 yaşım olan vaxtlarım 5-6 il bundan əvvəl qədər gəlir mənə, təxminən bir hissiyat kimi, duyğu kimi. Yəni, zaman elə tez keçir ki, indi 53 yaşım var. Amma elə bil ki, dünən idi mən belə cavan oğlan, qaçırdım ora-bura. Zaman çox tez ötür və bunu uşaqlıqdan düşünürdüm. Mən inanıram ki, mən belə ekskluziv deyiləm bu barədə düşünməyi. Bunu hər bir dərrakəli insan zaman-zaman düşünür. Sadəcə olaraq insanların çox hissəsi onsuz da bu problemin həll olmayacağına inanıb bir dəfəlik əl çəkirlər bu məsələdən və heç bu barədə düşünməyə çalışmırlar. Çalışırlar ki, bu barədə düşünməsinlər. Yəni, ölüm haqqında insanlar çox bu məsələni heç o qədər ağrılı, o qədər ağır mövzudur ki, insanlar heç əslində qalsa ağır deyil. Yəni, çünki insanın biliyi varsa, ölüm nədir, ölüm yoxdur, əslində qalsa
ki ölən kimdir, qalan kimdir, biz kimik. İnsan bu barədə, bu şeylər barədə biləndə ölüm o qədər ağır mövzu deyil onun üçün. Çünki biliyi olanda insan bilmədiyi şeydən qorxar, bilmədiyi şeydən narahat olar. İnsan biləndə ki, ölüm yoxdur əslində qalsa mənim üçün, bizim üçün. Çünki biz bu bədən deyilik. Biz bu bədənin içindəki ruhi canlı varlığıq. Düşünən, fikirləşən, analiz edən, seyr edən, bütün biz göz deyil ki, bu dəqiqə bu ekrana baxan. Göz vasitəsilə mənəm bu ekrana baxan. Mən gözdən istifadə edərək ekrana baxıram və informasiyanı alan mənəm və mən analiz edirəm gördüyümü, gözlər eləmir. Və bu gözlər, bu qulaqlar, əllər, ayaqlar, bədən bu bir alətdir, bu bir instrumentdir, bizim instrumentimizdir. Problem odur ki, biz bilmirik ki, biz və bu bədən biz fərqli şeylərdir. Yəni biz bu bədən deyilik. Bu bədən bir maşındır, biz bunun içindəyik. Bu bədən bir müddət yaşayır, sonra ölür. Amma biz ölmürük. Adətən mövcud olan səhv düşüncə odur ki, insanlar fikirləşir ki, insan var və onun ruhu var. Yəni mənim ruhum var. Mənim ruhum var düşüncəsi səhv düşüncədir. Mənim ruhum yoxdur. Mənim bədənim var. Çünki ruh elə mən özüməm. Və yəni bu şeyləri bildikdə, bu şeyləri biləndə və Ved ədəbiyyatı insana sadəcə olaraq informasiya vermir bu barədə ki, hə, bildin, inandın. Belə şey yoxdur. Yəni belə şeylərə sən uzun müddətdə rəkəli insan sadəcə olaraq bu qəşəng səslənir deyə buna inanmaqla qane ola bilməz. Mən həyatımın 35 ilini hansısa bir yola sərf eləməzdim. Əgər bu ancaq mənim üçün nəzəri bir informasiya olardı, bir teoretik bir informasiya olardı ki, mən ona inandım və onun dalıcı belə gedirəm və və belə bir özümü alladıb belə yaşayıram. Ved ədəbiyyatı insana həm bilik verir, həm də sizə ruhi praktikalar verir ki, biz keçən dəfə danışdıq bu barədə ki, o praktikaların köməyi ilə siz özünüzün ruh olduğunu görəsiniz. Bu çox ciddi məsələdir. Çox adamlar deyir ki Allaha nə üçün inanaq? Məni necə sübut eləyə bilərsən Allahın varlığını, necə sübut eləyə bilərsən ruhun varlığını? Mən çox sadə buna bir cavab deyərdim. Bunun çox sadə bir cavabı var və bu cavabı vermişəm haralardasa yeri gələndə. Əsasən də ateistlərlə bir neçə söhbətimdə. Yəni ki, mən sənə bunu sübut eləyə bilərəm. Amma bunun sübut edilməsinin yolu odur ki, sən gərək bu praktikalara edəsən və uzun müddət edəsən və yəni sən insan çox ciddi, elə belə yüngül var yox, çox ciddi, hətta fiziki yoga ilə çox ciddi məşğul olsa, mən hələ çox dərin meditativ, yəni ki, daha yüksək yoga platformalarından danışmıram. Fiziki yoga, meditasiya, nəfəs praktikaları və çox ciddi ruhi praktikalarla hətta insan uzun müddət məşğul olsa, 30 il, 20 il, yəni ki, bu ucuz belə şeyləri sübut olunması belə bir şey deyil ki, mən onu bankanın ağzını açdım, sizə göstərdim. Bu belə olmur. Yəni ki, bunun sübutu var. Buyur, bu praktika elə və sən özün görəcəksən. Sən özün görəcəksən ki, sən ruhsan, sən əbədisən, sən Allahla münasibətlərini görə bilərsən, sən hətta Allaha toxuna bilərsən, yəni ruhi mənada. Yəni ki, bu İslamda bəsirət gözü deyilən bir şey var. Əlbəttə,
o tez-tez belə bir məsələ ilə toqquşuruq ki, Allahı əlbəttə görmək mümkün deyil. Bizim belə bir imkanımız yoxdur Allahı görməyə. Amma əgər Allah Teala istəsə, əgər sizdən Allah Teala o qədər razı qalsa ki, sizin ona səmimən can atmağınızdan, sizin ona səmimi təmənnasız xidmətinizdən və səmimi ona çatmaq istəyinizdən Allah Teala o qədər razı ola bilər ki, və bu belə şeylər olub insan tarixində və Allah yolu gedən adamların tarixində belə şeylər olub və çox olub ki, Allah Teala özünü açır. Allah Teala özünü duydura bilər, göstərə bilər. Hamı bilir ki, məhəbbət, sevgi, eşq deyən bir şey var. Amma kim mənə çıxardıb onu göstərə bilər? Kimsə mənə göstərə bilər məhəbbəti. Biz ancaq onun zahirdə olan müəyyən bir elementlərini görə bilərik. Amma məhəbbətin özünü insanların çox hissəsi həyatının müəyyən bir vaxtlarında o məhəbbət, o sevgi, eşq, o şeyləri duyur. Amma kimsə desə ki, onu mənə göstər, bunu göstərməm mümkün deyil. Bunu göstərməm mümkün olmaması o demək deyil ki, o yoxdur. Onu duyan bilir. Sevgini duyan bilir ki, sevgi var. Amma onu heç yerə çıxardıb göstərmək mümkün deyil. O cürdə Allahla münasibətləri, Allahın varlığını, Allah Teala o ruhi münasibəti, ruhi əlaqəni, olmağını, ruhi praktikalar, ruhi yol gedən adamlar bu həqiqətlə, məhəbbətlə insan toqquşan kimi həyatının bir anında o həqiqətlə toqquşur və onu bilir ki, bu Allahdır. O necə ki, sevgini sən duyanda bilirsən ki, aha, bax budur sevgi, mən indi bildim sevgi nədir. Mən bu sevgi barədə də yaşamışam deyə bilirəm. Bunu vaxtilə çox cavan adamlar, cavan vaxtı çox insanlar bunu keçir, bunu yaşayır. Mən onu yaşayana kimi o duyğuları mən elə bilirdim ki, bu bir sentimentdir də. İnsanlar sentimental olaraq bir şey də deyirlər, sevgi, eşq, məhəbbət, vurulmaq dəlicəsinə. Amma insan onu yaşayanda görürsən, aha, belə bir şey var. Bu çox ciddi məsələdir. Ona görə bu sevgi, eşqin, məhəbbətin üstündə əsərlər, ədəbiyyat, hadisələr, tarixlər baş verib bunların üstündə. O cürdə Allahla münasibətləri, Allahın varlığını sübut eləmək olar. Amma bunun sübut yolu ancaq budur. Başqa cür sübut eləmək, məntiqlə inanmaq istəməyəni sən heç cürə inandıra bilməzsən Allahın varlığına. Amma o mənada ki, məntiqlə inandıra bilməzsən. Amma insan çox ciddi ruhi praktikalarla məşğul olsa, o özü görə bilər. Amma indi insan bununla məşğul olmaq istəmirsə, buna nə etmək olar ki? Bu yaxınlarda bir qrup ateistlə danışırdım. Və onların lozungu belə idi. Bir qrupada yazılıb orada ki, Allah yoxdur. Və mən belə bir iraq bildirdim ki, siz deyə bilməzsiniz Allah yoxdur. Ümumiyyətlə, heç kəs Allahın yox olduğunu deyə bilməz. Çünki nəyinsə yox olmasını bu kainatda demək üçün sən gərək bu kainatın hər yerini, hər bir küncünü, hər bir atomunun içinə girib, axtarıb hər yerə baxandan sonra bunun olmadığını deyə bilərsən. Yəni ki, biz hətta bu planetdə yaşaya-yaşaya biz əminliklə deyə bilmərik ki, başqa planetlərdə adamlar yoxdur. Biz maksimum deyə bilərik ki, biz bilmirik. Bəlkə var, bəlkə yoxdur. O cürdə Allaha inanmayan insan deyə bilər, mən bilmirəm, ona görə də inanmıram. Amma belə bir iddia eləmək ki, yoxdur, bu absurddur və bu məntiqsiz səslənir. Yəni ki, Allah yoxdur demək üçün gərək sən bütün mövcudiyyatı
gəzib dolaşasan, hər yeri axtarasan, hər yeri analiz edəsən, hər şeyin içini, çölünü axtarıb əmin olandan sonra ki, aha, heç yerdə Allahı tapmadım, sonra deyə bilərsən ki, Allah yoxdur. Və o söhbətimizdə bu misalı gətirdim o dostlara, o yoldaşlara ki, siz məndən soruşursunuz ki, Allahı mənə göstərə bilərsən? Mən deyirəm, göstərə bilərəm. Mən deyirəm ki, məcazi mənada göstərə bilərəm. O mənada ki, yəni mən deyirəm ki, tutaq ki, bu divarın dalında cənnətdir. Tutaq ki, mən deyirəm ki, bu divarın o tərəfi cənnətdir. Sən deyə bilərsən ki, mən buna inanmıram. Mən də buna cavab verə bilərəm ki, təbii ki, inanmırsan. Çünki sən oranı hələ görməmsən. Amma buyur nərdivan, qalx, bax. Və qalxıb baxanda görəcəksən ki, orada cənnətdir. Ora nədir? Orada çox gözəl bağı, bağçadır. Çaylar axır. Cənnətdir də ora. İndi insan deyirsə ki, yox, mən inanmıram və nərdivanı da qalxıb baxmaq istəmirəm. Buna nə demək olar ki, heç nə. Amma yəni sübutu var. Bu məsələlərin sübutu var. Və problem ondadır ki, insanlar o qədər baxmayaraq ki, Veda ədəbiyyatı insana praktikalar verir ki, insanın belə bir imkanı var. Görsün, ancaq duysun yox, tam açılsın onun üçün ki, o heç vaxt ölmür. İnsan bunu görə bilər, insan bunu özünə sübut eləyə bilər ki, mən heç vaxt ölmürəm, mən əbədi canlı varlığam, mən bu bədən deyiləm, mən bu bədənin içində olan əbədi ruhi canlı varlığam. Bu bədən bugün var, sabah yoxdur. Amma mən bu bədən olana kimi də əbədi olaraq mövcud idim və bu bədən olmayanda da mən əbədi olaraq mövcud olacağam. Mənim şəxsiyyətim, mən necə indi düşünürəm, o cürdə düşünməyə davam edəcəm. Ola bilər ki, başqa bir aləmdə, ola bilər ki, başqa bir həyatda, ola bilər başqa, bu bizim yəni ki, hərəmin hara gedəcəyi onun sürdüyü həyatdan asılıdır. Yəni ola bilər insan bu maddi dünyadan çıxıb Allahın dərgahına qayıtsın. Ola bilər ki, insan bu dünyada yenidən doğulsun, əgər hələ cənnətə və yaxud cəhənnəmə getmək qismətində deyilsə, yəni onun həyat tərzi, ya onu çox günahlı deyil ki, cəhənnəmə getsin, ya da çox savab işlər yaşamayıb ki, cənnətə getsin. Elə insan təzədən doğulur bu dünyada. Nəysə, biz bu barədə indi çox danışmırıq. Bizim əsas məsələmiz odur ki, hər bir dərakəli insan zaman-zaman düşünür ki, ölüm hər şeyi əlimdən alacaq. Ona görə hansı quşun adı neydi Azərbaycan dilində? Avstraliyada yaşayan. Dovşan misalını da gətirmək olar. Dovşan o çox çətin bir vəziyyətə düşəndə, yəni ki, artıq onun ölümlə üz-üzə gələndə dovşan və yaxud başqa qorxaq heyvanlar, onlar gözlərini bağlayırlar və elə bilirlər ki, gözlərini bağlamaqla və onların qorxduğu obyekti görməməklə onlar problemi bu cür həll edirlər. Yəni dovşan gözünü bağlayır o vaxt ki, onu hansısa bir başqa heyvan onu yemək istəyir ya da tutmaq istəyir və onunla hardasa özünü anladır. O cürdə müəyyən bir heyvanlar var ki, onlar başlarını quma salırlar və bu cür elə bilirlər ki, problemi həll elədilər. O cürdə insan sadəcə olaraq bu fikirləri özündən rədd eləməklə ki, o barədə düşünməyək. Mən rastlaşmışam insanlarla bu barədə danışmağa çalışanda, insanlar deyir, yox, mən bu barədə danışmaq istəmirəm, qorxuram o mövzudan. Ay qardaş, qorxma, qorxma. Sən
ondan qorxursan ona görə ki, sən elə bilirsən ki, sən bu bədənsən, problem qorxunun kökündə duran odur ki, sən elə bilirsən ki, sən bu cisimsən. Amma biz əslində qalsa, sadə məntiqlə hətta biz düşünsək, biz görə bilərik ki, biz bu bədən deyilik. Biologiya elmi sübut eləyir ki, insan bədəninin bütün kletkaları, birbaşa mənada bütün kletkaları 7 ildən bir tam dəyişir. Tam. Yəni ki, bugün mənim bu bədənimin bu hissəsi ya da hansı hər bir hissəsi 8 il, 10 il bundan əvvəl olan deyil. Yəni, bədən tam dəyişir hər 7 ildən bir. Bu belə də görünür ki, vaxtilə mənim bədənim bu boyda idi. İndi bədənim maşallah 1 metrə 80 santimetr boyda dəyişib forması. Baxmayaraq ki, bədən tam dəyişib. Amma mən daxildə o düşünən, fikirləşən, emosiyalar duyan, qorxan, sevinən o şəxsiyyət, o həmişə bir qalır. Çox maraqlı məsələdir ki, mənim baxmayaraq ki, 53 yaşım var, duyğu cəhətdən mən daxildə bildirəm ki, axı mən elə həmən o adamam, o cavan oğlan ki, belə enerji dolu, baxmayaraq ki, bədən yaşlaşıb. Yəni, bunu biz məntiqlə də görə bilərik. Və insan bu problemi həll eləməsə, yəni insan bu məsələlər barədə bilməsə, insan həyatının mənası yoxdur. Yəni, bu qədər enerji sərf eləmək, bu qədər həyatının gücünü, hər şeyi, şuuruvu, dərrakəvi həsr eləmək 5 günlük hansısa bir uğur üçün eyni zamanda sənin həqiqi uğurun qalır qıraqda. Yəni, sənin həqiqi uğur, hansı ki, sənin ruh, sənin bir şəxs kimi uğurun qalır 10-cu planda, heç vaxt bir şey olmur, heç tamamilə o barədə sən narahat deyilsən. Bunun axı nə mənası var? Ölüm hər şeyi alacaq əlimizdən, hər şey. Bu bədənin qazandığı hər şeyi ölüm alır. Ona görə insan fikirləşməlidir. İnsan bu sadə bir dərrakədir. Yaxın mən gəl görün, bir araşdırın bu məsələni. Ki, mən kiməm? Mən niyə ölməliyəm? Niyə mən bu nə üçün belədir bu hər şey? Bəlkə də oradan da var. Bəlkə də oradan da bu həqiqətdir. Mən misal üçün o nərdivan misalını bayaq gətirdim. Dərrakəli adam deyər ki, qoy bir baxım, heç mən inanmasam da belə. Bir qalx, bax, bəlkə də oradan da orada sənin istədiyin hər şey var divarın o tayında. Sən nərdivana qalxmaq o qədər də mümkün olmayan bir şey deyil. Yəni, bu praktikalar Allah Taala'nın bizə verdiyi fərqli yollar, bunlar mümkün olmayan şeylər deyil. Və ona görə keçən dəfə danışdığımız bu mövzu ki, biz həqiqi uğur olan yerdə nə üçün 3-cü dərəcəli uğurlara bu qədər həyatımızı həsr eləyir? Onlar vacibdir, bir borc kimi. Mən demirəm ki, heç nə lazım. Bu dünyada biz doğulmuşuq. Bu dünyada ola bilər müəyyən bir missiyamız var. Bir ailə başçısı kimi, bir insan kimi, bir insan cəmiyyətinin bir hissəsi kimi bu bədənin bir missiyası var. Və bizim bu ailədə, bu ölkədə, bu formada doğulmağımızın bir missiyası var. Və biz o missiyanı həyata keçirməliyik. Yəni ki, ailəmiz varsa biz ailəmizə baxmalıyıq, sevməliyik, münasibətlər qurmalıyıq. Bunlar
öz yerindədir. Amma insan həyatının böyük məqsədi o heç vaxt yaddan çıxmalı deyil. Bunu danışa-danışa ağlıma belə bir fikir gəldi ki, təsəvvür eləyin ki, biz ailəmizlə, dostlarımızla, istədiklərimizlə bir gəmidə gedirik dənizlə. Dənizdə gedirik, orada yaşayırıq, yəni ki, ola bilər ki, bir aylıq yol getməliyik. Və təbii ki, gedə-gedə biz insan kimi öz borcumuzu yerinə yetiririk o gəminin içində. Amma biz bilsək ki, bu gəmi bizə dəqiq desələr ki, bu gəmi 5 gündən sonra batacaq, biz əlbəttə hamını atıb özümüzə çarə qılmırıq. Biz eyni zamanda davam eləyirik öz münasibətlərimi hamımızla, amma biz başa düşürük ki, o böyük problem var qabaqda. Onu həll eləmək daha prioritet məsələdir. Yəni ki, o daha vacib məsələdir. Əlbəttə bütün bu şeylər vacibdir. Mənim gəmidə olmağım, gəminin içində baş verən müəyyən münasibətlər, hadisələr və yaxud işlər, güclər, gəmini saxlamaq lazımdır, gəmini təmizləmək lazımdır, gəmini sürmək lazımdır, tutaq ki, belə deyək. Amma biz bilsək ki, 5 gündən sonra gəmi batacaq, biz bu 5 gün ərzində mütləq bir çarə qılmalıyıq. Biz nəsə bir şey planlaşdırmalıyıq ki, ora hazır olun. Yəni ki, bunu eləməmək, prosta o 5 günə həzz almaq, ki, batır batsın da, bu dərakəsizlikdir. Çox populyar məsələdir. İndi tez-tez belə şeylər, apokalipsis olacaq. O apokalipsis axırı əsasında bir 12-ci ildən bu yana ki, gözləyirlər ki, 12-ci ildə apokalipsis olacaq, dünyanın axırıdır. Sonra nəsə bunu köçürdülər 2000 neçəncisi ilə. Məsələn, bu srok dəyişir. Apokalipsisin, yəni ki, dünyanın axırıdır. Və insanlar bu məsələdən narahat olurlar. Oyda, neujeli apokalipsis olacaq? Apokalipsis olacaq 100%. Milyon faiz olacaq apokalipsis. Hər bir insan üçün, hər bir canlı üçün. Apokalipsisdə maksimum bizim başımıza nə gələ bilər? Biz öləcəyik, maksimum. Bu da olacaq da, onsuz da. Ona görə apokalipsis onsuz da olacaq. Və bunu nəzərə alaraq, bu məsələyə bu qədər məsuliyyətsiz yanaşmaq olmaz. Yəni, tutaq ki, mən misal üçün burada deyirəm ki, biz əbədiyik, biz ruhuq və bu barədə Veda ədəbiyyatında yazılıb. Mən deyirəm ki, ruhi praktikalarla bunu başa düşmək, bunu görmək olar. Yəni, ölümün problemini həll eləmək olar. Və burada daha başqa məsələlər var. Karma, harda doğulucuq gələni. Tutaq ki, mən bunları deyirəm və mötəbər mənbələrdən deyirəm. Bunu başqa müqəddəs kitablar da deyir ki, ruh əbədidir, biz əbədiyik, ölümdən sonra həyat. Tutaq ki, heç siz buna inanmırsınız. Amma ən azından bu məsələni yaxşı-yaxşı araşdırmayıb bu dünyadan köçmək axmaqlıq olmazdımı? Ki, mən bəlkə o divarın dalında da oradan da cənnət idi. Bunu araşdırmaq lazımdır. Ən azından ki, həyatın sonu gələndə peşman olmayasan. Bəlkə o oğlan deyən kitabı oxumaq lazım idi. Çünki bilmirsən, hara gedirsən, hazır deyilsən gəminin batmasına. Yəni, keçən dəfə biz danışdığımız mövzu ola bilər ki, biraz
pessimist səsləndi. Yəni ki, ölüm hər şey əlimizdən alacaq. Ona görə bu həyatda yaşadığımız uğurların heç bir mənası yoxdur. Həyatda hər şey məna alır. O vaxt ki, siz bu həqiqəti bilib onun əsasında yaşayırsınız. Həyatda hər şey mənalaşır. Siz ayılanda insan ayılır əslində qalsın. İnsan bilir ki, nə baş verir, mən kiməm, hara gedirəm. Yoxsa biz qaranlıqda yaşayırıq. Nəsiminin sözləri ilə qurtarmaq istəyirəm bu söhbətimizi. Çox dərin sözlərdir bunlar. Onu demək istəyirəm ki, sufi məktəbi müsəlmançılıqda onlar başqa müqəddəs kitablara çox loyal münasibətləri vardı. Onlar yəni ki, başqa elm mənbələrini də öyrənirdilər və mən əminəm ki, İmadəddin Nəsiminin məxsus olduğu məktəbin banisi olan Mənsur o bir hissəsi adının yadından çıxdı. O övliya və o məktəb Veda ədəbiyyatı ilə bu şeylərlə yaxından tanış idi. Çünki çox məsələlər var sufi baxışlarında bu mövzular barədə. Nəsimi deyir ki, ey özündən bixəbər qafil, oyan, özündən bixəbər qafil, yəni ki, sən özünün kim olduğunu tanımırsan, sən bilmirsən, sən kimsən. Ey özündən bixəbər qafil, oyan, düşmə fani dünyaya mail. Yəni bu keçici dünyaya o qədər də ümid bəsləmə, o qədər də mail olma bunu, çox da bel bağlama bu fani dünyaya. Mərifətdən nəşə qol cahil. Yəni ki, mərifətdən, ruhi inkişafdan həzz al. Çünki insan bu şeyləri bilib və bu bazanın, bu fundamentin üzərində yaşayanda o başqa həyat yaşayır. Zahirən bu həyatda belə yaşasa da o başqa bir platformada yaşayır. O əbədi dünyada yaşayır. O əbədi həyatını yaşayır. Bunu sözlə ola bilər mən istədiyim kimi çatdıra bilmirəm. Amma mən özümün bu cisim biləndə, mən bu cismin 70 il, 80 il, 100 il deyək də, bu çərçivəni yaşayıb, bu çərçivədə düşünüb, bu çərçivəyə əsasən həyatımı, baxışlarımı, hər şeyi qururam. Amma mən özümün kim olduğunu biləndə ki, mən əbədi ruhi canlı varlığam, mən bu bədən deyiləm və bu sadəcə olaraq fəlsəfi ideya deyil, bunu mümkündür görmək, bilmək, anlamaq, tam açılması bunun mümkündür. Yəni bu sadəcə olaraq qəşəng, gözəl səslənən fəlsəfi ideya deyil. Və mən biləndə ki, mən əbədi ruhi canlı varlığam, mən öz əbədi həyatımı yaşayıram. Əbədi həyatımın bir səhifəsini. Mən özümü başqa cür, mən başqa platformada yaşayıram. Mən deyəndə mən özümü ancaq nəzərdə tuturam. Yəni insan bu həqiqətləri həm bilik kimi, həm nəzəriyyə kimi, həm praktik olaraq biləndə və görəndə insan başqa platformada yaşayır. İnsan başqa dünyada yaşayır. Və bu dünya illüzyor, özünü allatmış, beyni yuyulmuş, dini fanatik dünyası deyil. Bu çox elmi məsələdir. Sadəcə olaraq bu başqa elm kateqoriyasına aiddir. Bu elm nədir? Elm nəzəriyyə praktikadan keçirilmiş, praktikada göstərilə biləcək bir məsələdir də. Yəni ki, elm nələrə əsaslanır? Nəzəriyyəyə
və onu müəyyən bir təcrübələrlə elm sənə bunları göstərə də bilir. Yoga özünü dərk etmə elmi də elədir. Özünü dərk etmə eli sizə nəzəriyyə verir və üstəgəl sizə bunu praktika verir. Sizə bunu təcrübədən keçirib bunu göstərir. Sadəcə olaraq bunu mən təcrübədən keçirib sizə göstərə bilmərəm ya da kiməsə. Bunu hər insan özü öz təcrübəsində özü özünə göstərə bilər. Bunun bu cür elm formasıdır. Yəni bu başqa elm kateqoriyasına aiddir, amma bu tam elmi bir şeydir. Bu dini, mifoloji nağıllar deyil. Bu çox ciddi məsələdir. Bizim yaşadığımız bu həyatda, bu dünyada bundan ciddi heç nə yoxdur. Çünki bu dünyada hər şey qalacaq bu dünyada. Yeganə biz özümüzlə o yana, o tərəfə, yəni ki, o davam elədiyimiz yolda apara biləcəyimiz şey bir ruh kimi qazandığımızdır. Heç bir bank şotumuz, heç bir villalarımız, var dövlətlərimiz, nə bilim, maşınlarımız, qızıllarımız, bunların heç biri bizlə ya o tərəfə getməyəcək, ya da o getdiyimiz o tərəfdə bizə kömək eləməyəcək. Yeganə həqiqi var dövlət ki, insan qazana bilər bu dünyada. Bu həqiqi ruhi bilik və o ruhi biliyin, o nəzəriyyənin həyatında praktikadan keçirib o nəzəriyyəni tam biliyə çevirməkdir həqiqi var dövlət. Sağ olun.